salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Esselamu aleyke ya Aba Abdillah. Bu gece Fatime'nin didəsi giryan olacaq. Bu gece Fatime'nin didəsi giryan olacaq. Ki sabah oğlu Hüseyin qanuna qəltan olacaq. Bugün Kərbəla viran olubdur. Hüseyin öz qanına qəltan olubdur. Selamun aleykum əziz dəyərli Zəhra TV izləyiciləri. Xoş gördük sizləri. Bildiyimiz kimi Muharrem ayıdır, əzalı günləridir. Kərbəla şəhidlərinin, yar-ı ənsarının şəhadət günləridir. Başda Mövlamız, sərvərimiz İmam Zaman ağa Əccəlallahu fərəcəhu şərif olmaqla sizlərə və özümüzə başsağlığı, təsliyyət ərz edirəm. Bugünkü verilişimizin dəyərli qonağı ilahiyyatçı və ustadım Hacı Həsən Hüseynoğludur. Hacı, xoş gördük sizləri, Hacı. Xoş gördük. Allah elminizə, vücudunuza bərəkət versin inşallah. Hacı, bildiyimiz kimi mövzu şəfaət haqqındadır. Şəfaət budur ki, həm ziyarətnamələrdə, həm də Əhl-i Beyt əleyhissalamın göndərdiyi hədislərdə, gətirdiyi hədislərdə biz şəfaət mövzusu haqqında çox danışmışıq və bu mövzu ondan ibarətdir ki, bəziləri bugün şəfaət mövzusunda öz iradlarını bildirirlər. Misal üçün, Quran-ı Kərimdə ayələr gətirirlər ki, şəfaəti inkar edirlər. Amma halbuki biz dualarda, rivayətlərdə baxırıq ki, məxsusən elə ziyarət-i Aşuranın özünə baxsaq, İmam Hüseyin əleyhissalam ziyarət-i Aşurada bir cümlə var ki, Allahümme rzuqni şəfaətəl Hüseyin. Yəni bizə İmam Hüseyin əleyhissalamın şəfaətini bizə nəsib elə. Peyğəmbər və onun əhl-i beytinin şəfaətini bizə nəsib elə. Dünya və axirət. Hacı, bu mövzu haqqında nə deyə bilərsiniz? Bu şəxslər ki, şəfaət mövzusunu inkar edirlər, dəlil gətirirlər ki, sübut gətirirlər Quran-ı Kərimdən ki, şəfaət yoxdur. Bu barədə inşallah bizə izah verərdiniz. Allah elminizə, vücudunuza bərəkət versin inşallah, Hacı. Təşəkkür edirəm. Buyurun, Hacı. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Allahümme salli. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi teyyibin tahirin. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Salam ərz edirəm dəyərli, möhtərəm Zəhra TV izləyicilərinə. Qəlbi Allah, Peyğəmbər və Əhl-i Beyt əleyhissalamın məhəbbəti ilə dolu olan mömin bacı qardaşlarıma, Muharrem ayı, Seyyid-i Şəhdanın müsibət, əza günləri, bu xüsusda ilk əvvəl Həzrət Mehdi İmam Zaman ağa Əccəlallahu fərəcəhu şərifə və bütün mömin bacı qardaşlarıma, izləyicilərimizə təsliyyət, başsağlığı ərz edirəm. Mövzuya gəlincə, bəli, şəfaət haqqında çox danışılan, geniş bəhs olunan mövzulardır. Yəni, amma yenə də bəzən görürük ki, müəyyən qaranlıq məqamlar qalır, hey suallar olunur və bizim cavan dindarlarımız, təəssüflər olsun, bəzən digərlərinin, qarşı tərəfin, yəni bu İmam Hüseyin əleyhissalamın əza məclislərinə ki, parmaq arası baxan, bu məclislərin əleyhinə təbliğat aparanların o zəhərli, belə deyim, oxlarına, şübhələrinə tuş gəlirlər və həmən o iradlar ki var şəfaət haqqında, Qurandan bəzi ayələri səsləndirib şəfaəti inkar edirlər və bizim bu əqidəmizi, bizim bu düşüncəmizi tənqid edirlər. İlk əvvəl mən bu tənqid edənləri, bu irad bildirənləri, bizə irad bildirənləri mən ilk əvvəl vicdanlı olmağa dəvət edirəm. Madam ki, Qurandan dəlil götürüb gəlirsiniz, Qurandan şəfaət ayəsini dəlil olaraq göstərirsiniz. Demək istərdim ki, onda şəfaət barəsində Quranda bütün ayələri, ya hamısı da olmasa bir çoxunu şəfaəti ehtiva edən ayələri, onları da səsləndirin. Qoy, onları da eşitsin ki. Bütün Qurana baxanda
neçə qism gəlir? Bir ayə oxuyuruq, məsələn, onların dəlil götürüb gətirdiyi يَوْمَ لَا بَيْءٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاءَةٌ Bəqərə surəsi Bəqərə surəsindədir, bəli. O günü heç bir dostluq, nə bir ticarət, nə alver, nə şəfaət yoxdur. Bu ayəni götürüb gəlirlər. Bir qism ayə var belə. Ümumiyyətlə, zahirən baxanda şəfaəti inkar edilir. Amma bu Qur'an ayəsidir. Başqa bir ayədə görür ki, şəfaəti bir dəfəlik inkar eləmir. Bəlkə şəfaəti Allaha məxsus edilir. Lillahi şəfaəti cəmiyə. Şəfaət Allaha məxsusdur, cəmi. Bütün şəfaət Allaha məxsusdur. Bax, görür ki, o gün bayaqki ayədədir ki, yoxdur. Amma bu ayədədir, var, Allaha məxsusdur. Amma bir neçə ayə var ki, nəinki Allaha, bəlkə Allah Taala'nın izin verdiyi kəslərə. Allah Qur'an-ı Kərimdə buyurur, ma min şəfi'in, heç bir şəfi, şəfaət eləyən yoxdur, olmayacaq, illə mən uzinələ. Məgər ki, izin verilən ki, o kəsə ki, izin verilib. Mən zəlləzi yeşfəu indəhu illa biiznih. Kimdir Allah yanında şəfaət eləyən? Məgər ki, Allahın izni ilə. Bəs görür ki, yox, Allahın izin verdiyi kəslər var. Allah buyurur ki, Allahın izin verdiyi kəslər var ki, onlar şəfaət eləyəcək, onlardan başqa yox. Bəs bu kimi ayələrdə var ki, Allahın izin verdiyi kəslər ibarətdir, peyğəmbərlər, imamlar, Allahın yəni, övliyaullah. Vəliləri, bəli. Qeyd etdiniz ki, Allahum mərzuqni şəfaətəl Hüseyn yevməl vurud. Allah bizə İmam Hüseyn əleyhissalamın şəfaətini ruzi verginən bizə nəsib elə qiyamət günündür. Həzrət Xatamul Ənbiya Peyğəmbər əleyhissalam və onun paki əhl-i beyti şəfidirlər, şəfaət eləyənlər. Mən amma ilk əvvəl istədim ki, şəfaət sözünün lüğəti mənası, şəfaət nə deməkdir? Şəfaətin qismləri haqqında ki, danışaq. O ki, qaldı Əhl-i Beyt əleyhissalam, biz təvəssül duasında ta Peyğəmbər əleyhissalam, xanım Fatimə Zəhra salamullah əleyhə, 12 imam, hər birinə məsələn müraciət edəndə ya vəcihən indəllah, işfə'lənə indəllah. Ey Allah yanında vəcih, ey Allah yanında vəchi olan, Allah yanında abrusu olan, hörməti böyük olan Peyğəmbər, Allah yanında abrusu, hörməti böyük olan xanım Fatimə Zəhra salamullah əleyhə, ey imamlar ki, bəs biz nədir ki, işfə'lənə indəllah, Allah yanında bizim üçün şəfaət etkinə, şəfaətçi olur. Bəli, şəfaət sözünün lüğəti mənası əl-inzimam huvə ə'la hurmətən və mərtəbətən. Yəni, bir loğru dildə belə bir misal vurub, məsələn, bir iş var, bir hacətin var, böyük bir iş var. Bir nəfəri münzəmm eləyirsən, qatırsan araya. Bir nəfəri vasitə qərar verirsən ki, bu işində mənimlə o hacətim olan, ehtiyacım olan kəs arasında səni araya sarıram. Elə bir kəsi ki, huvə əla, daha böyük, rütbəsi, mərtəbəsi böyük olan bir adamı vasitə qərar verib ki, bizim sözlə, sən mənim tərəfimdən ağız açqınan, sən mənim hacətimi istəginə. Ehtiram olunan bir adam, bəli. Məsələn, birinin bir işi düşübdür, mötəbər bir axsaqqalı, sözü yerə düşməyən bir kəsi, çox hörmətli bir kişinin axsaqqalı gətirir ki, bəs mənim bir işim var filan kəsdən, mən istərdim ki, sən mənim üçün xahiş etkinən. Bu araya gələn kəs, hörmətli axsaqqal, bu olur şəfaətçi, şəfi. İki cür şəfaət var. Dünyəvi. Bir var dünyada şəfaət. Dünyada şəfaət, dünya işlərindən ötəri, bayaq dediyim misalda kimi. Hədis var ki, zəkatül cah əş-şəfaə. Bir kəsin cahı var, hörməti var. Allah ona yaxşı nüfuz, izzət veribdir, yaxşı, yaraşığı vardı. Həm zahiri gözəl, möhtərəm, həm özü, bəli ki, hörmət sahibidir, cəmaat ona ehtirama qaildirlər.
Bu böyük bir nemət də ona verilir. Bunun da gərək zəkatını versin. Allah birinə bir nemət verəndə onun gərək zəkatını verəsən. Bu cahı cəlal ki var səndə, onun da gərək sən zəkatını verəsən. Cahı cəlalın zəkatı nədir? Gərək şəfaətçi olasan. O işi düşənlər ki var, darda qalanlar ki var. Sən onlar üçün vasitə olasan, şəfaətçi olasan, xahişçi olasan onlardan ötəri ki, onların işi düzəlsin. Əfsəlü şəfaə ən təşfəə beynəl isneyn fin nikah. Xüsusən bir mömin, yəni iki cavan, mömin qız, möminə qız, mömin oğlan. Ki, bunların ailə qurmasında şəfaətçi olasan. Məsələn, bir cavan utanır ailə qurmağa, səni qarşıya alır, səni qabağa verir. Ən üstün, hədisdə var ki, ən üstün şəfaət budur ki, sən bəli irəli gedəsən, bəlkə oğlanın üçün xastigarlıq deyərlər, bəli istəyəsən, elçi olasan ki, bu cür şəfa, bu dünyəvi şəfaatlərdir. Və Peyğəmbər əleyhissalam buyurubdur ki, ən üstün şəfaat odur ki, dünyada olan şəfaat odur ki, iki cavanın qovuşub ailə qurmasında şəfaətçi olasan. Gedəsən, elçi gedəsən, qapı döyəsən, xahiş edəsən ki, bəli o mömin, vasitə olasan, vəsilə olasan ki, o iki mömin, yəni mömin möminə bir ailə qursunlar. Bu, dünyəvi şəfaətlərə aid. İkinci qism ki, şəfaət ki, mövzu bundandır ki, Əhl-i Beyt əleyhissalamın şəfaətini Allah bizlərə nəsib eləsin. Bəli, Quranda söylədiyimiz kimi, bəli, dediyimiz kimi ayələr var ki, bəli, Allah Taala'nın izin verdiyi kəslər şəfaət edəcəklər. Həzrət İmam Sadiq əleyhissalatu vəssalam buyurubdur ki, neçə şey var ki, hər kəs onu inkar eləsə, bizim şiələrimizdən deyil. Mən ənkərə səlasətən, leysə min şiətinə. Hər kəs üç şey var ki, onu inkar eləsə, o bizim şiələrimizdən hesab olunmaz. Nələr də olar? Biri meyrac. Peyğəmbər əleyhissalamın meyraca getməyi, belə ki, bunu qəbul eləyirlər. Hamı qəbul eləyir, Qur'an-ı Kərimdə ayə var. Subhanəl-ləzi əsra bi əbdihi leylən minəl məscidil həram iləl məscidil əqsa. Bəli. Bu ayələr var Nəzm surəsində. Bunu inkar eləmirlər. Və lakin görürük ki, bəziləri bunu maddi həyatda yox. Bəlkə Peyğəmbər əleyhissalam nə bilim, yuxuda getdi filan. Amma əqidəmiz budur ki, Peyğəmbər əleyhissalamın özünün buyurduğu, onun əhl-i beytin ki, Allahın salamı olsun onlara buyurduqları kimi ki, Peyğəmbər əleyhissalam cismani gedibdir. Bəli, meyraca gedib. Həzrət buyurub ki, İmam Sadiq əleyhissalam ki, üç şeyi inkar edən kəs bizim şiələrimizdən deyil. Biri meyracdır. Biri müsaələtəl qəbr. Qəbr sorğu-sualı. Qəbirdə sorğu-sual var. Hər kəs onu inkar eləsə ki, yox, belə bir şey yoxdur. Necə ölü danışa bilər? Bir nəfər soruşdu Həzrət Peyğəmbər əleyhissalamdan, ya Rəsulallah, insanı ki, qəbrə qoydular, üstünü örtdülər, qəbrə daxil olan ilk mələk hansı olar? Həzrət buyurdu ki, Ruman adında bir mələkdir. Ruman. Üzü nur kimi, günəş kimi nur saçır. Daxil olar qəbrə. Deyər, bəli, ey filan kəs, uktub ma əmiltə fid dünya. Dünyada ki yaşadın, ömür sürdün, nə iş görmüsən, yaxşı, pis, yaxşı əməllərin, bəd əməllərin, hamısını yaz gir. Gəl, bir şeyin əktub, nə ilə yazım, nəyə yazım, leysə mə'i səhifə, və la qələm, və la midad, nə bir kağız yoxumdur, nə qələm yoxumdur, nə mürəkkəb yoxumdur, nə ilə yazım. Deyilər ki, kəfənukə səhifətuk. Kəfənin sənin səhifəndir. Ağzının suyu mürəkkəbindir. Barmağın isbəukə qələmuq. Ki, barmağın sənin qələmdir. Yazmaq üçün. Yazar insan yaxşı əməlləri. Namaz qıldım, məsələn, sədəqə verdim, ehsan elədim, belə. Amma bəd əməllərə gəlincə yazmaz. Güya həya edər, yazmaz, deyər, ya xati, mələk deyər. Ey xətəkar, Allahdan utanmadın bu işləri görəndə, Allah görə-görə, sən bu işləri həyata keçirəndə Allahdan həya eləmədin, utanmadın, amma indi onların adını yazmağa, indi utanırsan, xəcalət çəkirsən.
Bəlkə qəzəblənər, əmud qaldırar, deyir ki, deyər, əl saxla, vurma, yazar. Və insanın o əməl yazısı ki var, hədislərdə var, həmən o yazıdır ki, qiyamət günündə ayə var ki, namə, əmalı sağ əllərinə təqdim olunanlar ki, möminlər, nicat tapanlar, namə, əməl yazıları sol əllərinə arxadan təqdim olunanlar ki, Allah bu zümrədən qərar verməsin bizləri, bəli ki, həmin yazı o yazıdır. Öz əli ilə yazdık. Bəli. İmam Sadiq əleyhissalatu vesselam buyurur ki, 3 şeyi inkar eləyən bizim şiələrimizdən deyil, biri də qəbir sorğusu. Və biri də şəfaəti inkar eləyən kəs bizim şiələrimizdən deyil. Bəli, şəfaət haqqında Quran ayələri var və özü də ki, bu Muhərrəm ayı Seyyid-i Şühəda Həzrəti İmam Hüseyn əleyhissalatu vesselamın şəfaəti, Allah bizi o ağanın şəfaətinə nail olanlardan qərar versin. Mən bu rivayəti dəfələrlə səsləndirmişəm. İndi təkrar da olsa məni əfv edəsiniz, mövzu ilə bağlı olduğuna görə. Hədislərdə var, qiyamət günü peyğəmbərlərin, imamların, Övliyaullahın şəfaətinə nail olanların, insanların, yəni sayı nə qədər olar? 1000 cərgədən ibarət olacaq. İndi cərgə hardan, hara qədər, nə qədər daha onu biz bilmirik. 1000 cərgə insanlar ki, şəfaətə nail olanlar. Onların bir cərgəsi bütün peyğəmbərlərin, sair imamların şəfaətinə nail olanlardır, bir cərgə. 999 cərgə İmam Hüseyn əleyhissalatu vesselamın şəfaətinə. O Həzrətin əli ilə şəfaət tapanlar olacaqdır ki, Səfinətün Nəcat, İmam Sadiq əleyhissalam buyurur ki, bütün imamlar nicat gəmisidirlər. Amma İmam Hüseyn əleyhissalamın gəmisi olsa daha genişdir. Bəli, sahilə daha tez yan alandı. Məsum imamlar belə o gəminin sakini olmağa müştaqdılar ki, Seyyid-i Şühəda gəmisi belə. Və inşallah verilişimizin vaxtına qalıbsa da, bəli, buyurun, qalıb, bəli. Qurandan bir ayə, Allah Teala Quran-ı Kərimdə buyurur, يَوْمَ يَقُومُ النَّاسِ بَالْرُوحِ İndi ayəni istədim yadıma salım, bəlkə, yəni məzmunu ki, həmin günü, qiyamət gün, bir gündür ki, bütün insanlar və ruh. Ruh indi təfsirlərdə ya Cənab-ı Cəbrail və yaxud ki, İmam Sadiq əleyhissalamdır ki, ruh nə mələk deyir, yəni, nə insan deyil, Allah ondan böyük bir şey yaratmayıbdır, xəlq eləməyibdir. O qalar, o qədər nəhəngdir, əzəmətlidir ki, yəni bütün məhşər əhli, belə deyim, bir nəfər o qədər böyüdür ki, bütün məhşər əhlini öz kürəyi ilə örtübdür. O qədər nəhəngdir ki, Allah ondan əzəmətli bir məxluq yaratmır. Amma sözüm, yəni demək istədiyim nədir? Ayədə Allah Teala buyurur ki, heç kəs danışmaz. Allahın izin verdiyi kəslərdən başqa heç kəs danışmaz. Yəni, biz bilirik, qiyamət gündə sorğu-sual var. Axı, hamı danışar. Amma yox, elə məqamlar olar ki, heç kəs danışmaz. Elə məqam olar ki, məhkəmə kimi. Bir gün vəkil danışır. Bir gün ittiham olunan danışır. Bəli. Elə məqam olacaq ki, heç kəs danışmaz. Allahın izin verdiyi kəslərdən başqa. Bu ayə oxundu bir gün. Və məclisdəkilər İmam Sadiq əleyhissalatu vesselamdan soruşdular. Yəbnə Rəsulillah, Allah ki buyurur, Allahın izin verdiyi kəslərdən başqa heç kəs danışmaz. Onlar kimlərdir? Həzrət buyurdu ki, o bizik. Peyğəmbər və onun əhl-i beyti. Biz əhl-i beyt əleyhissalam. Soruşan yenə dedi. Nə danışarsınız? Ki Allah sizə izin verəcək, yalnız həmən gün bir an olacaq ki, yalnız siz danışacaqsınız. Nə danışacaqsınız siz orada? Hansı sözlər, nələr danışacaqsınız? Həzrət buyurdu ki, Allah həmd səna edəcək. Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi və aleyhi əhl-i beytinə salam, salavat, Allah həmd səna, sümmən nəşfə'u bi şiətinə. Sonra öz şiələrimiz üçün şəfaət
diləyəcəyik. Şəfi olacağıq. Onların günahlarının bağışlanmağın Allah'tan diləyəcəyik. Şəfaətçi olacağıq. Vallahi la yuraddu qavluna. And olsun Allah'a. Bizim sözümüz yerə düşməyəcək. İmam buyurdu ki. Biz şəfaət diləyəcəyik və sözümüz yerə düşməyəcək. Yəni şəfaətimiz qəbul olunacaq. Bəli, bizim ümidimiz var. Əhl-i Beyt əleyhissalamın şəfaətinə. Quran ayələri, Peyğəmbər əleyhissalam, Əhl-i Beyt əleyhissalam mütəvatir hədislər ki var. Onlar şəfidirlər, şəfaətçidirlər. Və Allah Teala onların şəfaətinə nail olanlardan inşallah bizləri qərar versin. O məşhur rivayət də var. Hacı xanım Fatimə Zəhra salamun aleyha ilə Allahın münacatı var ki, Allah ondan deyir, nə istəyirsən mənə istə, deyir, mən öz ümmətimə şəfi olmaq istəyirəm ki, şəfaətçi olmaq istəyirəm. Bəli, xanım Fatimə Zəhra salamullahi aleyhanın mehriyyəsi bu. Bəli. Onu öz qabaqda danışmışsınız, gözəl şəkildə izah Allah eləmişsiniz. hifz eləsin. Hacı, Allah ömrünüzə bərəkət versin. Allah razı Allah olsun. sizi hifz Allah eləsin. müvəffəq eləsin. Verilişimizə gəldiyinizdə təşəkkürümüzü bildiririk. Allah sizi Təşəkkür edirəm. daim dində, şəriətdə, Peyğəmbər ümmətin yanında həmişə ali olanlardan Çox sağ qərar olun. versin Allah inşallah. razı olsun. Esselamu aleykə ya Əba Abdillah. Esselamu aleykə yebne Resulillah. Söyle Hüseyin'e ey sebab, çerbu belaya gelmesin. Söyle Hüseyin'e ey sebab, çerbu belaya gelmesin. Gelse düşer bu deştide, derdü belaya gelmesin. Söyle cinen getirmesin Küfe'ye nazlı ekberi. Zulm ile kanuna batat turre-i müşki emberi. Belki frenge tek apar cümle-i Ali Heyderi. Zibhi ezim için bugün çuh-i minaya gelmesin. Söyle getirme Kasım'im, katili eyleyir şitab. Toyda olur yakin onun, kanına elleri hizab. Görme reva ki şümridün, din evin eylesin harab. Rahm eylesin o Zeynep'im, bəxti qaraya gelmesin. Ya Əba Abdillah, canlarımız, ata-anamız sənə fəda. Ya Əba Abdillah. Allah qəbul eləsin inşallah.